Herkese salam, mən Ayxan. Bu arada dostlar, videolarımı izleyenlerin böyük bir qismi kanalıma abunə deyil. Abunə olaraq məni həddindən çox sevindirə bilərsiniz. Ona görə də aşağıdan kanalıma abunə ol yəni. Ay Allah. Niye anlayabilmirik videonu? Ne demek istəyir? Şair burada ne demek istəyir? Bu video çok kaliteli, elə bir Rusiyada çəkilib. Ama Azərbaycanlıdır. Ay nə fantastik bir otaqdır bura. Patologda belə gül var. Yaxşı. Zalım həyata bir dənə qoy, yığım, icazə verim. Bir dənə bağışlayayım, videonu dayandırıb. Bu zalım həyata yığasın. Renka ne demək istəyir burada? Videonu görmürük ya. Şu bulanıq effektdən o qədər zəhləmcədir. Bu nə tür effektdir? Bir də aha. Paltar reklamlarımız da devam edir bu arada. Ama bak, paltardan çox niye bu qızlar çəkirlər? İraq olsun. Ağlıma bir interes bir şey gəldi. Belə evdə pajar çıxsa, yəni yanğın baş versə də, ev kül olar. Başına taxta adamdır ki bu ev. Ay Allah, bir başqa bir tema yadıma düşdü o vaxtı. Belə ərgən qızlar falan var idi o vaxtı. O vaxtı da belə bir tema başıma gəlmişdi. Bir qız məndən tanış oldu. Qaqarız qan eləyir. Bir qız məndən tanış oldu və bir patoloqu 1-2 gündür söhbət edirik, danışırıq. Adam belə bir güzgünün qarşısına və kravatın üstünə mənə bir şəkil atdı. O sırada məni baxışlar. Dedim, bu nə də? Güzgü reklamıdırmı? Kravat reklamıdırmı? Vallahi gəlmə. Ay, neyse, bu Türkiye'de bir tane paltar mağazinin asasıyam. 3-4 tane de bak böyle bir xanım işçi götürərəm. Ondan sonra da böyük ihtimalla varlanaram da bu dönem qalibsaz sürərəm. Salona gəlmişəm, o sırada ağlıma TikTok çəkmək gələr və keşfetin vaxtı olduğu da tam olaraq ağlıma gəldiyi an TikTok videosu çəkərəm. Bu qədər sadə. Ha, bu necə bir paltar reklamdır? Niye ahırda mənə burada nə olar bir nəfər izah eləsin, nə olar? Yəni belə bir xanımları işə götürəndə sənin satışını artırmı, artmırmı? Mən burada paltar mağazin açasıyam bu gedişim. Bacı qardaş. Amma bu səfər qardaş yoxdur yanında. Ay Allah. Burada bir dənə stiker var. Bir də buna baxın. Ay Allahım yara. Bizim millət Azərbaycanlı, 7'si Türk. Fikirləşdim. Ay Allah, lan bunlar nə? Hə, bu nə bir avırçılıqdır. Bu nə videoydu, biz izlədik. Nəysə, fikir mən keçdim. Paltar mağazini yox, telefon kabrası satıram bu gündən sonra. Bu qızın videolarının ucbatına mənim videolarım qavağa çıxmır. Çox qəribə hərəkətləri, algoritmada bunu başa düşə bilmir YouTube'da. Ona görə də video məhv olur. Amma Allahdan bu video biraz normaldır. Allah. Neyse, boş verin, deyəmərəm niyə gülürəm. Bu niye ərəblər oxşuyur? Oha, yorumlarda belə ərəblər var. Adam həyatın bağını tapıb. Amma bu qız çox fitdir. Yalan yoxdur. Yəqin ki, idmansız falandır bu. Yəni, bu boyda bel yəni. Dostlar, özümü Tom və Jerry'dəki Jerry kimi hiss edirəm. Çünki bütün günü ərimdən qaş tutdu oynamışam bugün. Mən sual vermək istəyirəm. Bütün evlilər hər günmü bu işlə məşğul olur yəni? Heç paydası yoxmu? Heç tatil yoxmu? Ya da ki, heç olmazsa götür beni başqa şehirdə ya. Anladın mı? Aynı yerde aynı yemeği yemek bazen hoş olmuyor. Anlıyorsun? Ya beni tatili götür yap ya da vermeyeceğim. Neyse, başa düşürəm. Mənim arxa planda elədiyim hərəkətlər bu videodan daha maraqlıydı. Bu nədir belə? Ayda nəfəs deyil bu. Yəqin hansısa konsert falandır ya da nə bilim. Yox, toy deyil bura. Hansısa restorandır. Tamam. Bir dənə görmədim ki, bir kişi çıxsın desin ki, al bu pulu, bütün günü mənlə qal deyə. Bir dəqiqə, bu TikTok hardan silinir? Ayda arxa plandakı pilsosdan. Mən burada Türkiyədə köhnə evimdə var idi. Neçə gündür padırqamı görmürəmdir, dedikodular aşıb daşır. Alaşqa sevən cavanlar səs edin.
Biri bana öyrəsin, TikTok siləcəm baxım divindən. Buraya yatmaq vaxtıdır, cəmaət burada yatır. Bu nə biabırçı? Mən də istəyərdim ki 100 manata yox, 200-ə, 300-ə görür. Kimin başına bəli olum? Bir nəfərin başına Sən canım bizdən uzaq dur. Bizdən və Ayxan Fərmanlı sevənlərdən uzaq dur. Hələ də kanalıma abunə deyilsənsə aşağıdan kanalıma abunə olub bu videomu da like atmağı unutma. 2 il boyunca ortadan tip bir story atarsan. Neyse bu səhifəni də incələyək, qabağımıza çıxmaz. Bəs Leyla yazarsan ya görməzdən gələrsən. Yaxşı varsan. Tamam. Bu nə də? Bu nə videodur? Mən necə eləyəcəm? Birinci ciddi deyilsə, vaxtım olmadı ürəyim. Sözə baxan nə də, ləzzət verir. O nə demək? O nə demək? Şala ekran və nə biləm, tıklama yox deyə qırışda zad atmışsın. Ha ürəyim. Hayf ki ekranı heç nə tullayamıram çünki olan Yo, butanı versənmə. kompüterə vermişəm. Aa qız, Barbie kuklası kimidir? Sən bunun üzünə bax. Transa nöqsandır canım. Heç kimin qabağında pula görə mən əyilməmişəm. Sözün əsli yadımdan çıxdı. Ölürəm də o qara piyonkalı BMW RR silən oğlanlardan ötürü. Ayda, mən də RR almaq istəyirdim. Nəysə bu gündən sonra bir başqa maşın fikirləşim. Yar elədi. Mən nə biləydim nədir eşq. Gözlər sürməlidir, sürməli. Yanaqları ağ gedirəm, qara gedirəm, kimə nə dəxli, hara gedirəm. Ayda bu mahnı. Ayda Ərcan vaxtı eləcə bu mahnıya qulaq asırdım. Aqa be. Allah, mahnı. Bir uşaqlığıma apardı da mənim bu mahnı. Bu da nədir? Bu da parfüm reklamıdır. Hıqı. Mənim adımı da meyxanaya salıb dillər əzbəri elə. Sənin lalə yanaqlarındır, sənin döyür lalə də dağlarındır. Sən bizim hardan TikTok-dan qabağımıza çıxdın? Bir dəqiqə maraqlı gəldi. Mən normal insana bənzəyənlərin səhifələrini incələyirəm. Yox, qız özünə görə videolar çəkir. Ərcan şeylər var, amma olsun yəni. Biraz inkişaf edirik, çox şükür. Nəysə dostlar, bugünkü videomuzun sonuna gəldik. Videomu bəyəndinizsə like atıb, aşağıdan da kanalıma abunə olmağı unutmayın. Bu arada ekranda sizə özəl bir video çıxdı, onu da izləməyibsinizsə keçib izləyə bilərsiniz. Və bunu da heç bir zaman yadınızdan çıxarmayın, sevilirsiniz.